izləyənlər, çox hörmətli ziyalılar, dəyərli həmkarlar və hörmətli Ceyhun müəllim. İlk öncə Amiyə təşəkkür edirəm və Ceyhun müəllim xüsusi təşəkkür edirəm ki, gözlədiniz mənim çıxışımı. Bugünkü mövzu olduqca aktualdır, həssasdır və prinsipialdır. Valideyn, övlad münasibətləri və məktəbə qədər şagirdlərin, uşaqların yetişdirilməsi, onların psixologiyası. İlk növbədə nədən başlamaq lazımdır? Ailə kiçik dövlətdir, dövlət böyük ailədir. Ceyhun müəllim tezislər şəklində bir neçə məqama toxundu və təbii ki, insan nə qədər istedadlı, savadlı, natiqlik qabiliyyəti yüksək olur olsun, ilk növbədə bəli, mən Ceyhun müəllimin sözünü tamamilə dəstəkləyirəm ki, insan şəxsiyyət olmalıdır. Bugün bəşəriyyətin elminə, mənəviyyatına səzdə etdiyi, hörmət etdiyi sevgili Peyğəmbərimiz Məhəmməd sallallahu aleyhi və sallam heç bir universiteti qutarmıyor. Amma mənəviyyat baxımdan, əxlaq baxımdan bütün bəşəriyyət üçün nümunədir və biz namaz əhli olanlar, ibadət əhli olanlar, inanclı insanlar gündə 5 rükət namaz qırarkən məhz həmin şəxsin adını çəkirik. Ona görə ki, o bizə 23 il ərzində Allah Calla Cəlaluhunu, müqəddəs Quranımızı, vətən sevməyi və şəxsiyyət kimi formalaşmamızı öyrədir. Və bugün çox təəssüf ki, məktəblərdə ilahiyyat fənninə keçirilmir. Mənə görə sevgi ilk növbədə Allahdan başlayır. Əgər insan öz yaradılış meyarını, nədən yarandığını, fəlsəfəsini doğulmuşsa və mütləq öləcəkdir, doğumla ölüm arasındakı məsafəni düzgün anlamırsa, ona hansı təhsilə verirsən verir. İstəyirsiniz Harvard Universiteti qutarsın, Sorbonne, Cambridge, fərqi yoxdur. O ən yaxşı halda zombi olacaq. Ona görə ki, onun Allah sevgisi, müqəddəs Quran sevgisi, vətən sevgisi və vicdan sevgisi yoxdur. O öz valideynlərinə də holding kimi, şirkət kimi baxacaq. Valideynləri onun sosial təminatını yerinə yetirən, bu funksiyaları icra edən bir obyektdir. Çünki dərrakə yoxdur. Ata, ana ona görə lazımdır ki, onun istək və arzularını real həyata keçirdilsin. Əgər o valideyndə də bu potensial, bu mənəvi və maddi imkanlar varsa. Ceyhun müəllim də çıxışında ailələrdə bugün sorun çoxdur. Çox təəssüf ki, məsələn, 2024-cü ilin statistikasına bir hüquqşünas kimi nəzər salsaq, mən ixtisasla hüquqşünasam, beynəlxalq terrorizm, transmilli cinayətkarlıqla məşğul olan ixtisasım budur. Nəzər salsaq, boşanma 24.500, ailə qurulub 18.200. Boşanma 6.000 və bir az da ondan üst daha çoxdur. Bugün Azərbaycan ailələrinin ən uzun müddətli ömrü 24 ay çəkir. Bu uzun müddətli ailə sayılır. Və uşaq anadan olur, fərqi yoxdur, atanın səhvindən və yaxud ananın səhvindən. Uşaq da teleqramı vurmayıb ki, mənə dünyaya gətirin və təbii ki, bəziləri heyvani, şəhvani istərdən dünyaya gəlir, bəzi ailələr sevgi üzərində qurulur. Çox təəssüf ki, bugün bizim yeni qurulan ailələrimizdə sevgi sıfıra yaxın səviyyədədir. Biz düşünməyək ki, biz ailə qurduq, övlad dünyaya gətirdik. Bütün canlılar belə deyək, məhsul verməyə qadirdir. İnəkdə övlad bala verir, qoyun da bala verir. Yəni, övlad dünyaya gətirmək, bu bizim hələ yaxşı valideyn olmaq və yaxşı ailə başçısı olmamız deyil. Və yaxud da o uşağın dünyaya gəlməsi bizə sevinç verir. Amma nəticə etibarilə biz onunla düzgün psixoloji, mənəvi rəftar eləməyəndə o övlad bala yox, bəla olur. Çalarında olur, keçir Azərbaycan xalqının boğazına. Mənim də 2 oğlum var, hər ikisi hüquqşünasdır. Biri hal-hazırda İstanbul Dövlət Universitetinin 2-ci kurs tələbəsində 18 yaş var. Mən mehman aparıb İstanbula təhvil verəndə dedim, oğlum, bugün adın mehman deyil. Sənin adın Azərbaycandır. Burada Azərbaycanı təmsil edirsən. Çalış bu dövləti, bu 3 rəngli bayrağı elə ləyaqətlə təmsil elə ki, Azərbaycan vətəndaşı haqqında, Azərbaycan torpağı haqqında, Azərbaycan dövləti haqqında sənin simanda yaxşı düşünsünlər. Və bunu tərqin və təbliğ eləmək lazımdır. Və bugün ailələrdə bu travmaların səbəblərindən çoxsunu bəli, bugün gətirib bağlayırlar sosial problemlərə ki, maddi durumlar ağırdır, evləri yoxdur, yeni ailə qurublar
bəzilərinin əmək haqqısı aşağıdır. Bu deyilən problemlərin hamısı doğrudur. Sovet dönəmində SSR-yə 30 il rəhbərlik edən Stalini valideynlər olmayıb, getdom uşağı olub. Mirzəfər Bağırov Azərbaycana rəhbərlik edib, valideynlər olmayıb, getdom uşağı olub. Azərbaycan SSR KGB-sinin sədri olub, 2 dəfə Azərbaycana təxminən 53-cü ilə qədər rəhbərlik edib, 30 ilə yaxın bir müddətdə. Amma uşağın valideyni kimidir? Dövlət. İndi SSR-dən bir çox şey bəyanmır ki, müstəmləkə idi, despotizm idi, diktatura idi və s. və ilaxır, demokratiya yox idi, fikir pluralizmi yox idi. Amma müəllim, əstağfurullah, Allah səviyyəsində idi. Müəllim, Peyğəmbər səviyyəsində idi. Biz düşünürdük ki, müəllim çörək yemir, müəllim yatmır, müəllim su içmir. Niyə? Ona görə ki, biz müəllimləri mələkləşdirmişdik. Müəllim o səviyyədə əlçatmaz bir zirvə idi. Bu Sovet tərbiyəsini, mən də Sovet psixologiyasını və Sovet tərbiyəsini görmüş və Sovet təhsili almış, orada məktəbdə qızıl medalla qutarmış insana. Və ali məktəblərin heç birində də 4 fənnini almamışım. Amma bugünkü müəllimlərin əksəriyyəti bu tərbiyədən çox geridə. Bugün elə müəllimlərimiz var ki, mən qətiyyən müəllimləri aşılamaq istəmirəm, çünki mənim 2 bacım da müəllimədir, hal-hazırda biri universitetdə dəstək, biri orta məktəbdə elmlər namizədidir. Amma bugün müəllimin eləsi var ki, o sinifə girib, o şagirdə, o tələbiyə dərs vermək iqtidarında deyil. Onun həm mənəvi problemlərində, həm təhsil problemlərində, həm psixoloji problemlərində, psixoloji düşüncəsində problem var. Amma biz bundan qurtulmağın yolunu ilk növbədə, bax, telefonlarınıza bir mesaj alan kimi dərhal açıb baxsınız kimdir. Allah Cəllə Cəlaluhu sizə 114 mesaj göndərir. Bizim şəxsiyyət vəsiqəmiz olmayanda kimliyimizi müəyyənləşdirmək olur. O şəxsiyyət vəsiqəsini Azərbaycan Respublikasının Daxili İşlər Nazirinin kim olmasından asılı olmayaraq Azərbaycan Respublikasının Daxili İşlər Naziri verir. Allahın zatı və kökü müqəddəs Qurandadır. Siz zəhmət olmasa o Quranı açsın, oxuyun və bir baxın görün. Müqəddəs Quran, Allah Cəllə Cəlaluhu bizə nəyi verib və nəyi etmək olmaz kimi qadağalar var. 70 il Sovet İmperiyasına, SSR DTX-sına rəhbərlik etmiş. Sovetlər İttifaqı Nazirlər Sovet sədrinin mavini olmuş. SSR-nin generalı olmuş Heydər Əliyev hakimiyyətə gələndə 93-cü il. Birinci ziyarəti Məkkə-i Mədinəni ziyarət etmək oldu. Və hətta çıxışlarında deyir ki, mən Sovet dönəmində də Mir Möhsin Ağanın qəbrini gedib ziyarət edirdim. Həzrət Əlinin də bir adı Heydər. Yəni, içində, baxmayaraq ki, Sovet tərbiyəsi, Sovet psixologiyası, DTX-nın özünün bir qorxusu vardı, Sovet KGB-sinin bir qorxusu, vahiməsi vardı insanlarda. Amma Heydər Əliyevdə Allah sevgisi var idi. Və Heydər Əliyevi SSR despotizminin, SSR imperiyasının əlindən alıb, gətirib, Azərbaycana yox, Naxçıvandan yenidən hakimiyyətə gəlməsi səbəbdə məhz Allah Cəllə Cəlaluhudur. Niyə Heydər Əliyevdən misal çəkdim? Ona görə ki, hər anlamda Həzrəti Yusifi quyudan çıxardan, 12 il zindandan çıxardıb, gətirib Misirin əziz edən böyük bir qüvvə var. Və bu gün heç kəs düşünməsin ki, mənim valideynim travma verdi və ya Allah eləməsin, bir qəza o qədər oldu, rəhmətə getdi və ya tutuldu və ya boşandı. Mən travmalı. Allahın ipindən möhkəm yapışsa, orta məktəbdə ilahiyyat fənnini biz uşaqlarımıza düzgün təlqin və təbliğ eləsək, mənəviyyat məsələlərini gücləndirsək, mən inanım ki, bizdə cinayətkarlığın sayı da aşağı düşəcək, tərbiyədə ən yüksək səviyyədə olacaq. Dünən Sumqayıtda tərbiyədə sünni intellektdən düşüncəli şəkildə mən yayındım, məsələləri tərbiyəyə yönləndirdim deyən bugün millət vəkili, yəni sünni intellektə üstünlük vermədim. O da ona dəlalət edir ki, bugünün Azərbaycan parlamentində oturan millət vəkili məsələnin mənəviyyatın üstündə qurulmasının tərəfdarıdır. Əxlaqın üstündə qurulmasının tərəfdarıdır. Və bugün millətə ancaq və ancaq buna aşılamaq lazımdır. Bir millətin zəngin mənəviyyatı, zəngin əxlaqı yoxdursa, bir ailə kiçik dövlət, bir dövlət ailə deyilsə və dövlət övlada yer çıxmalıdır, dövlət övladın babası olmalıdır. Hər formada hər bir vətəndaşın arxasında durmalıdır. Və onda biz monolit olacağıq, onda biz səsimizi həm elmdə, həm mənəviyyatda, həm əxlaqda, həm birlik və bərabərliyimizdə omuz-omuza bütün dünya xalqlarına, bütün dünya dövlətlərinə
göstərə biləcəyik. Diqqətinizə görə təşəkkür edirəm. Minnətdaram sizə, hər birinizə və belə bir tədbirlərin təşkilatçılardan öncə mən xahiş edirəm ki, daha aktiv, daha böyük fazalarda keçirilməsinin tərəfdarıyam və sonuncu cümləmin sevimli Peyğəmbərimizin fikri ilə bitirirəm. Doğulduğun gündən qəbr evinə qədər elm öyrən. Mənə bir hərf öyrədən müəllimə 30 il qul olaram. İndi isə çıxış üçün söz vermək istəyirdik. Ahəng Psixologiya İnkişaf Mərkəzinin rəhbəri, Ahəng Psixoloji İnkişaf və Dəstək İctimai Birliyinin sədri